Təsəvvür edin, fasilədir, paltar dəyişmə otağındasınız, Özdə ən gərgin anlardan biri. dəqiq, komandanız 1-0 geridədir, ancaq hələ heç nə itirilməyib. Yəni, məşqçi taktika lövhəsinin qarşısında dayanıb, nələrsə göstərir. Səhvləri izah edir, yeni plan çizir, belə deyək. Hə, o emosional yükü tam hiss edirsiniz. Bütün enerjinizi toplayıb yenidən meydana çıxırsınız ki, bax, biz bu oyunu çevirəcəyik. Və cəmi 4 dəqiqə sonra Topu yenidən öz qapınızdan çıxarırsınız. elədir. Bütün o 15 dəqiqəlik ümidlərin, planların saniyələr içində puç olduğu o an var ha, ayaqların yerdən üzülür. Bəli, o anki artıq taktika öz yerini sırf psixologiyaya buraxır. Yəni, daxili bir qırılma baş verir. Çünki meydanda olanlar sadəcə topun xətti keçməsi deyil. Bəs nədir? Bir komandanın digərinin iradəsini necə sındırmasıdır. Məhz belədir. Xoş gəldiniz. Bugünkü dərindən incələməmizdə Misli Premyer Liqasının 25-ci turunun ən diqqət çəkən qarşılaşmalarından birini incələyəcəyik. Söhbət Bank Respublika Arenadakı Sabah və Sumqayıt matçından gedir. Sabah komandasının 3-1 hesablı inamlı qələbəsindən. Ancaq dərhal deyim, yəni missiyamız sizə sadəcə kimin udduğunu, hesabın neçə olduğunu demək deyil. Bunu onsuz da xəbərlərdə görmüsünüz. Düzdür. Biz bugün xalların, o vurulan qolların və ən əsası həmin qolların zamanlamasının pərdarxası dinamikasını analiz edəcəyik. Gəlin bunu hissələrə bölək. Çünki əlimizdəki bu material, yəni sadəcə adi bir futbol matçı deyil. Xüsusilə də Sabahın bu qələbə ilə xallarını 62-yə çatdırdığını nəzərə alsaq... 62 xal, ciddi rəqəmdir. Bəli, diqqət edin, 62 xal onlara turnir cədvəlində vahid lider statusu verir. Bax, vahid lider olmaq o deməkdir ki, sən artıq kimisə təqib etmirsən. Sən öz qaydalarını diktə edirsən. Tamamilə haqlısan və bu status komandanın həm taktiki düzülüşünə, həm də rəqibə göstərdiyi psixoloji təzyiqə birbaşa təsir edir. Elə biz də bugün sizə o diktə edilən qaydaların necə işlədiyini göstərəcəyik. Çünki, əziz dinləyici, bu cür dinamikaları anlamaq təkcə idmanı yox, ümumiyyətlə rəqabəti anlamaqdır. İstər biznesdəki bazar payı savaşı olsun, istərsə də şəxsi karyeranızdakı rəqabət. Dəqiq. Yaxşı, gəlin matçın anatomiyasına daxil olaq. Qolların xronologiyasına baxaq. 24-cü dəqiqədə Kahim Paris hesabı açır. Sonra fasilədən dərhal sonra 49-cu dəqiqədə Joy Lens Mikkels vurur. Və 70-ci dəqiqədə Velka Simic nöqtəni qoyur. Mən düzü bu ardıcıllığa baxanda, bilsən bunu istər-istəməz bir boks maçına bənzədirəm. Boks maçına. Bax, bu fərqli və maraqlı bir yanaşmadır. Yəni, maçın ilk 20 dəqiqəsini təsəvvür edin. Komandalar bir-birini yoxluyur. Sumqayıt outsider kimi səfər oyununda müdafiəyə qapanır, rəqibin boşluqlarını axtarır. Ehtiyatlı oynayırlar təbii ki. Və 24-cü dəqiqədə Parisin o ilk qolu gəlir. Mən bunu boksda düz rəqibin üzünə vurulan sürətli, yoxlayıcı bir ceb zərbəsi adlandırardım. Yəni o cəld jab zərbəsi var, rəqibi yıxmır, amma sarsıdır. Aha, aydındır. Bəs bu ceb futbolda necə görünür? Yəni taktiki baxımdan. Bax, elə onu soruşacaqdım sizdən. Konkret bu maçda bu ceb nə idi? Taktiki baxımdan o ceb zərbəsi Sumqayıtın sıx müdafiə blokunu yarmaq cəhdinin uğurla nəticələnməsidir. 24 dəqiqə ərzində sən rəqibin müdafiə xəttini sağdan soldan yoxluyursan. Onlar da boşluq verməməyə çalışır. Elədir. Lakin 24-cü dəqiqədə Paris o kiçik yarı boşluğu, yəni half space dediyimiz yeri tapır. Bax, bu sadəcə fərdi məharət deyil. Sabahın o yüksək pressingi də rol oynayır yəqin. 100%. Topa nəzarətlə rəqibi o qədər yorursan ki, müdafiəçilərin diqqəti 1 saniyəlik yayınır. Ceb zərbəsi məhz o 1 saniyəlik diqqətsizlikdən istifadə etməkdir. Çox əla izahdır. Sonra fasilə gəlir, bayaq girişdə danışdığımız o paltar dəyişmə otağı ssenarisi baş verir, Sumqayıt küncünə çəkilir, nəfəsini dərinir. Deyirlər ki, hələ oyundayıq, cəmi 1 qol geridəyik. İkinci hissəyə çıxırlar və qəfildən, yəni fasilədən dərhal sonra 49-cu dəqiqədə Mikkelsin o ikinci qolu gəlir. Mənim boks analogiyamda bu artıq çənəyə qəfil dəyən o ağır huk zərbəsidir. Ayaqların yerdən üzülür. Gözlənilməz zərbə. Dəqiq. Amma mənim üçün burada maraqlı olan bunun mexanizmidir. Bütün bunların mənası nədir? Komanda niyə məhz bu dəqiqələrdə aktivləşir?
Niyə 49? Burada füsunkar olan odur ki, məsələ sadəcə qol deyil, komandaların fasilədən sonraki taktiki dəyişiklikləridir. Baxın, Sumqayıt fasilədən qaydanda hesabı bərabərləşdirmək üçün istər-istəməz müdafiə xəttini biraz önə çəkir. Biraz hücuma meylənirlər, hə? Məcburdular, köhnə qapanıq taktikadan çıxmağa çalışırlar. Bir dəqiqə. Yəni onlar açılırlar və arxada avtomatik boşluq buraxırlar. Tamamilə və o 49-cu dəqiqədəki qol rəqibin yeni taktiki planını dərhal, yəni doğulmadan məhv edən bir sarsıntıdır. Subah rəqibin açıldığını görür və o boşluğu anında cəzalandırır. Vay, bu çox ağıllı gedişdi. Elədir, bu qolun psixoloji ağırlığı sadəcə hesabı 2-0 etməsi deyil. Əsas məsələ rəqibin yenidən başlamaq, oyuna qayıtmaq inancını əlindən almasıdır. İdmanda buna momentum deyirlər. Yəni təkan qüvvəsi. Bəli, o momentumu sabah tamamilə dondurur. Sumqayıt'a deyir ki, meydanın sahibi bizik və sizin heç bir B planınız işləməyəcək. Və rəqib də yavaş-yavaş bununla barışmağa başlayır, çünki gəlin düzünü deyək, 2-0-dan sonra 70-ci dəqiqədəki Simiçin qolu mənim təbirimcə artıq nokautdur. Rəqib iplərə söykənib, qolları aşağı düşüb. Psixoloji olaraq artıq təslim olublar. Amma bəs bu nokautun meydandakı fiziki reallığı nə idi? Niyə məhz 70-ci dəqiqə? Çünki 70-ci dəqiqəyə qədər komandanın fiziki enerjisi tükənir. Xüsusən də top ardınca qaçan komanda üçün bu çox ağırdır. Sabah 2-0 öndə olanda topa daha çox sahib olur. Yəni rəqibi topsuz qaçırdıb yorurlar. Dəqiq. Sən həm psixoloji sınıbsan, həm də fiziki olaraq ayaqların səni eşitmir. Simiçin qolu o yorğunluğun, müdafiə xəttində yaranan fiziki qopuqluğun nəticəsidir. Sumqayıt oyunçuları artıq pressinq edə bilmirlər. Sabah da çox rahat keçib qolunu vurur. Deməli biz sadəcə ardıcıl vurulan 3 qoldan yox, rəqibi əvvəlcə yoxlayan, sonra planını məhv edən, sonda isə tükədən bir maşından danışırıq. Sistemli bir dominantlıqdan. Amma bax burada məsələ həqiqətən maraqlı hal alır, çünki biz bu 3-0-lıq dəhşətli dominantlıqdan, bu nokautdan danışırıq. Ancaq əlimizdəki mənbəyə görə maç bu hesabla bitməyib. 90 üstə gəl birdə vurulan o qol. Düzdür. Maçın ən son anında qonaqların heyətində Nasana Simon qol vurub və hesab 3-1 olub. İndi gəlin faktlara bir də baxaq. Sabah 62 xalla vahid liderdir. Sumqayıt isə 32 xalla 7-ci sırada qalır. Arada nəhəng 30 xallıq bir uçurum var. Maçın son saniyələridir. Onsuz da 3-0 uduzursan. Mənim anlamaqda çətinlik çəkdiyim budur. Niyə? O qədər xal fərqi olan rəqibə qarşı oyunun onsuz da bitdiyi bir anda niyə qol vurmağa bu qədər cəhd edirsən? Bu sadəcə statistika üçündür. Əgər bunu daha geniş mənzərə ilə əlaqələndirsək, 30 xallıq fərq təkcə riyaziyyat deyil, bilirsən. Bu, komandanın mövsüm boyu yaşadığı çətinliklərin, outsider olmağın psixoloji ağırlığıdır. 62 xallıq komanda çempionluq düşünür. Bəli, 32 xallıq komanda isə sadəcə liqada sağ qalmaq. Amma o 90 üstə gəl birdəki qol. Xeyr, bu heç vaxt sadəcə statistika olmur. Bəs nədir? Yəni kənardan baxanda adama elə gəlir ki, onsuz da uduzmursan, niyə enerjini xərcləyirsən? Çünki bu, məğlubiyyəti son saniyəyə qədər qəbullanmamaq, təslim olmamaq instinktidir. Lakin gəlin məsələni sırf taktiki tərəfinə baxaq, o qol necə yarandı? Adətən 3-0 öndə olan komanda neynir? Yəqin ki, artıq dincəlir, oyunu beynində bitirir, belə deyək. Tam olaraq. Sabahın müdafiə xətti 90-cı dəqiqədə artıq arxayınlaşmışdı. Biz oyunu udmuşuq düşüncəsi istər-istəməz aqressiv pressinqə azaldır. Oyunçular rəqibə 1-2 metr əlavə boşluq verirlər. Fokus itirir. Nasana Simonun qolu rəqibin həmin o biz artıq qalibik arxayınlığından istifadə etməsidir. O qol bəlkə maçın taleyini dəyişmədi, amma Sumqayıt üçün bir mesajdırsa, Sabah üçün çox ciddi bir oyanış zəngidir. Oyanış zəngi, vahid lider üçün. Əlbəttə, sən 90 dəqiqə əzici üstünlüklə diktə edə bilərsən, amma o bir qol sənə xatırladır ki, sənin müdafiən 100% keçilməz deyil. Yəni 1 saniyəlik diqqətsizlik bəs edir. Düzdür. Fokusunu itirsən, 30 xal fərq qoyduğun rəqib belə gəlib sənə qol vura bilər. Bu dedikləriniz o 90 üstə gəl 1 dəqiqəlik qolun dəyərini tamamilə dəyişir. Yəni bu sadəcə təsəlli qolu deyilmiş. Əslində rəqibin qüsurunu üzə çıxaran bir siqnal imiş. Amma bir dəqiqə mən başa düşmürəm. Nəyi? Biz bayaqdan Sabahın 3-1 hesablı qələbəsini, bu dominatlığını öyürük. Ancaq əlimizdəki xülasəyə görə eyni turda başqa oyunlar da olub.
Məsələn, Araz Naxçıvan Şamaxını 1-0 hesabı ilə udub. Hə, elədir. Zirə də Karvan Yevlaxı yenə eyni 1-0 hesabı ilə məğlub edib. Onlar da 3 xal aldılar, Sabah da 3 xal aldı. Niyə Sabah 3 gol vurmaq üçün bu qədər əziyyət çəkir? Yüksək pressing edir, enerjisini xərcləyir, bəlkə də 1-0 hesablı qələbələr daha praqmatik və enerjiyə qənaət edən yanaşmadır. Bax, bu çox vacib bir sual yaradır. Həqiqətən də riyazi olaraq 1-0-la 3-1 qələbəsi eyni 3 xalı qazandırır və liqada bir çox komandalar o praqmatik yolla gedirlər. Düzü, elə ən məntiqlisi də o görünür, uzaq marafon üçün. Amma biz Sabahın vahid liderliyindən danışırıq. 1-0 oynamaqla 3-1 oynamaq arasında çox böyük bir fəlsəfə fərqi var. Necə yəni? Axı nəticə eynidir. Udursan. Fərq məqsəddədir. Araz Naxçıvanın və Zirənin 1-0-lıq hesablarına diqqət yetirin. Bir qol vurursan və qalan bəlkə də 60 dəqiqəni o qolu qorumaq üçün oynayırsan. Müdafiəyə çəkilirsən, vaxt udursan. Bəli, səhv etməkdən qorxursan. Bu cür oyun liqadakı ümumi gərginliyi göstərir. Sən oyunu udmaq üçün yox, sağ qalmaq üçün oynayırsan. Bu çox stresli bir strategiyadır. Bəs Sabah, onlar 1-0-dan sonra qapanmadılar axı. Məhz, Sabahın 3-1-lik qələbəsinin arxasında yatan güc budur. Onlar rəqibə deyirlər ki, mən səndən qorxub bir qolun üstündə oturmaram. Mən hücum edəcəyəm. Hə, amma gəlin bunun taktiki dərinliyinə baxaq. Vurulan o 3 qola diqqət etdinizmi? Onlara 3 fərqli oyunçu vurdu. Paris, Mikels və Simic. Bunun rəqiblər üçün nə qədər təhlükəli olduğunu təsəvvür edirsiniz? Yəni, bir nəfərdən aslı deyillər. Dəqiq, əgər bir komandama bütün qollarını bir hücumçu vurursa, rəqib məşqçinin işi asandır. 2 müdafiəçi qoyur, onu neytrallaşdırır. Komandanın da işi bitir. Ancaq Sabahda zərbə hər yerdən gələ bilər. Sağ cinahdan Paris, soldan Mikels, mərkəzdən Simic, rəqib bilmir kimi tutsun. Bu, çox şaxəli bir hücum potensialıdır. Vay, bu çox güclü məqamdır. Yəni, sən sistemi tam bağlaya bilməzsən. Deməli, o 3-1 sadəcə qolların sayı deyil, bu bütün liqaya verilən bir mesajdır ki, hücum potensialımız genişdir. Tamamilə. 1-0 sağ qalmaq üçündür, 3-1 isə hökmranlıq qurmaq, özünə inam nümayiş etdirmək üçün. Doğrudan da quru rəqəmlərin arxasındakı bu fərqli reallıqları görmək mənzərəni dəyişdirir. Və 62 xalla o zirvədə tək başına qalmaq da məhz bu psixoloji üstünlüyün nəticəsidir. Arxadan gələnlər nəfəs-nəfəsədir, böyük stressdədir, lider isə nisbətən azaddır, öz futbolunu oynayır. İnanılmazdır. Mən sizə, yəni dinləyicilərimizə qısa bir xülasə vermək istəyirəm. Bugün biz nələri kəşf etdik? Gördük ki, 24-cü dəqiqədəki qol rəqibin sıx müdafiəsini yoxlayan bir təzyiq idi. Tep zərbəsi. Bəli. 49-cu dəqiqə, yəni fasilədən dərhal sonra gələn qol, Sumqayıtın yeni planını məhv edən taktiki bir zərbə idi. 70-ci dəqiqə isə artıq tükənmiş rəqib üzərində qoyulan son nöqtə idi. Həm fiziki, həm psixoloji nöqtə. Düzdür. Eyni zamanda anladıq ki, o 30 xallıq fərqə və 90 üstəgəl birinci dəqiqəyə baxmayaraq, atılan o son qol sadəcə rəqəm deyildi. Bu həm təslim olmamaq instinkti, həm də 3-0-ın gətirdiyi o kiçik fokus itkisi idi. Liderin arxayınlığı. Elədir. Və ən əsası, liqanın digər 1-0-lıq maçları fonunda Sabahın 3 fərqli oyunçu ilə 3 qol vurması onların hücum sisteminin necə çox şaxəli olduğunu sübut etdi. İstər iş həyatınızda, istərsə də şəxsi layihələrinizdə hər hansı rəqabəti analiz edərkən artıq bilirsiniz ki, diqqət etməli olduğunuz şey sadəcə kim utdu deyil. Həmin qalibin o qələbəni necə əldə etməsi, rəqibin planlarını necə zərərsizləşdirməsidir. Tamamilə. Bütün mexanizmlərə baxmaq lazımdır. Əla xülasədir. Ancaq mənim bu tabloya baxanda, xüsusən də gələcək oyunları düşünəndə, ağlımda dolaşan başqa, fərqli bir sual var. Nədir o? Biz bugün Sabahın hücum gücünü, o 62 xallıq vahid liderliyini və rəqibin iradəsini sındırma bacarığını çox təhlil etdik. Amma gəlin bir anlıq o 90 üstəgəl 1-dəki qola başqa bir rakursdan baxaq. Aha, maraqlıdır. Baxmayaraq ki, bu qol maçın nəticəsini dəyişmədi. Düzdür, dəyişmədi. Ancaq bu, gələcək turlarda digər komandalara çox ciddi, gizli bir siqnal göndərmirmi? O mənada ki, onları harda yaxalamaq olar. Məhz. Bəlkə də bu, lideri yıxmaq istəyən rəqiblər üçün ən idealan, elə liderin özünə ən çox güvəndiyi, maçın bitdiyini düşündüyü o son dəqiqələrdir.
Görəsən, liderin ən böyük zəifliyi elə onun öz gücünə olan o həddindən artıq arxayınlıq ola bilərmi? İnsanın ən güclü silahının eyni zamanda onun yeganə zəif nöqtəsinə çevrilmə ehtimalı. Vay! Məncə bu məhz sizin, əziz dinləyicimiz, özünüzlə aparacağınız və üzərində düşünəcəyiniz mükəmməl bir sualdır. Dəqiq. Həmişəki kimi rəqəmlərin və sadə faktların arxasına baxmaq bizə həmişə daha dərin, daha zəngin və tamamilə fərqli bir mənzərə təqdim edir. Bizimlə bu dərindən incələmədə iştirak etdiyiniz üçün hər birinizə təşəkkür edirik. Növbəti görüşlərədək o gözə görünməyən detallara, taktiki gedişlərə və psixoloji qırılma anlarına diqqət etməyi unutmayın. Hələlik.